Hala. Hə qızım. Mən bu gün mamam gilə getmək istəyirəm. Ramazandan soruşmaq gərək qoyarsa, sənin üçün də problem yoxdur, gedə bilərəm. Anan gilə getmək istəyirsən? Hə, ərvə dönən getdi, mən kiməm, nə deyəcəm çocuğa? Çox sağ ol, xala. Hay getdim. Telefonum alma. Alo, Ramazan. Bax, arvadın yenə könlüyün quşu uçub anasının xarabasına. Onu nabada qoymağa getməyə. Eşitdin məni? Mama niyə getməsin ki? Axırıncı dəfə yazıq yeni ildə çıxıb evlərindən. Qoy getsin. Sən də baş belə zadunun vaxtı gəlibdi, ona görə gedir yenə. Nə? Heç nə. Bax, mən sənə sözüm dedim. Özüm təzyiqli adamım, təzyiqimi qaxarıb mən evdə tək qala bilmərəm. Bir yolla arvadı başa sal ki, anasının evinə olmaz. Onun anası anadır, sən ana deyir, bəs. Mən evdə tək qalım. Yaşlı arvad. Bax, qoyma, eşitdin məni? Həyatım, mən bu gün mamam gilə getmək istəyirəm. Mama da dedi, Ramazan görə qoyursa get. Gedə bilərəm. Ömrüm, bəlkə getməyəsən. Mama da evdə təkdir, tək qalmasın da yazıqdır. Təzə gəlmişsən, həm də getmə. Axırıncı dəfə yenə də getmişəm. Həm də getsən, pul lazımdır. Gəl nəsə alıb aparasan, yol pulusu var. Əlimiz də biraz aşağıdır. Getmək istəyirsən bu gün. Valla gedirsən ananın evinə? Yox, getmirəm bəy. Niyə? Ramazan dedi, əlimiz biraz aşağıdır, başqa vaxt gedərik. Hə, bax da nə tər məsləhətdir. Ərinin sözündən çıxma bala.